Koç bürcü 20 Mart 2025-ci il. Gün nadir dərəcədə uğurlu başlayacaq. Özünüzdə güc və enerji artımı hiss edəcəksiniz. Planlaşdırılmış bütün işlərin öhdəsindən gəlməyə asan olacaq. Üstəlik əksər qoçlar bunu gözlədiklərindən daha tez və asan bacaracaq. Son vaxtlar razılaşmaqda çətinlik çəkdiyiniz insanlarla münasibətləri düzəltmə imkanı yaranacaq. Perspektivli tanışlıqlar da istisna deyil. Axşama yaxın özünüzü çox yükləməməlisiniz. Yaxınlarınızla vaxt keçirin, xoş işlərlə məşğul olun və yaxşı istirahət edin. Boğa bürcü 20 Mart 2025-ci il. Yaxşı gün olacaq. Ailə üzvləri sizə ev işlərində kömək edəcək. Beləliklə istirahət və çoxdan vaxt tapmadığınız sevimli məşğuliyyətlərinizə kifayət qədər vaxtınız olacaq. Bir çox boğalar işlə tezliklə faydalı bir şey öyrənə biləcəklər. Qohumlar və dostlar işlərinizə qarışmağa çalışacaqlar və bu çox vaxtında olacaq. Çoxdan gözlənilən xoş xəbəri almağınız mümkündür. İdeyalarınızın hamısı praktik olmadığı üçün həyata keçirilməyəcək. Buna görə də gələcək üçün qlobal planlar qurmağa tələsməyin. Əvvəlcə hər şeyi diqqətlə düşünün. Əkizlər bürcü 20 Mart 2025-ci il. Gününüz xoş keçsin. Siz güc və enerji ilə dolu olacaqsınız. Ona görə də istənilən işin öhdəsindən uğurla gələcəksiniz. Bəzi əkizlər ünsiyyətdə xüsusilə sadə olacaqlar. Bu, hər kəsi sevindirməyəcək. Amma bizə qeyri-müəyyənliklərdən qaçmağa, uzun müddət susturulmuş problemləri kəşf etməyə və hər şeyi həll etməyə imkan verəcək. Darıxdığınız insanla təsadüfi qarşılaşma ehtimalı yüksəkdir. Optimizm və mehribanlıq sizə yeni tanışlıqlar üzərində qələbə çalmağa kömək edəcək. Cazibədarlığınıza qarşı çıxmaq mümkün olmayacaq. Uzun müddətdir yaxşı tanıdığınız biri ilə romantik hekayənin başlaması mümkündür. Xərçəng bürcü 20 Mart 2025-ci il. Səhər çətin olacaq, amma sonra hər şey düzələcək. Əhvalınız yaxşı olmayacaq. Narahatlıqlar və qayğılar üst-üstə yığılacaq. Gözlənilməz çətinliklər yaranacaq. Bununla belə siz onlarla tez bir zamanda məşğul olacaqsınız. Heç bir problem olmadan hər şeyi həll edə biləcəksiniz. Bir çox xərçənglər yaxınlarına kömək etmək üçün öz işlərini bir kənara qoymalı olacaqlar. Bu, yavaş-yavaş sakitləşməyə və müsbət ruh halına daxil olmağa imkan verəcək. Günün ikinci yarısı kifayət qədər uğurlu olacaq. Tezliklə həyata keçirə biləcəyiniz bir çox maraqlı və perspektivli ideyalar irəli sürəcəksiniz. Şir bürcü 20 Mart 2025-ci il. Ziddiyyətli gündür. Başqalarını başa düşmək, ciddi məsələləri müzakirə etmək, hər kəsə uyğun olan kompromis həll yolları tapmaqda yaxşı olacaqsınız. Bir çox şirlər işgüzar və ya dostluq münasibətlərini romantik istiqamətə çevirə biləcəklər. Tezliklə sizin maliyyə rifahınız artacaq. Perspektivli ideyalar peyda olacaq. Axşam yaxınlaşdıqca əsaslandırılmış qərarlar qəbul etmək çətinləşəcək. Ona görə də nəticə çıxarmağa tələsməməli və düşünülməmiş vədlər verməməlisiniz. Qarşıda hər hansı bir səfəriniz varsa, gözlənilməz gecikmələr ola biləcəyi üçün əlavə vaxtla əvvəlcədən planlaşdırın. Qız bürcü 20 Mart 2025-ci il. Çətinliksiz olmasa da kifayət qədər uğurlu gündür. Səhər planladığınız hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Gözlədiyinizdən daha sürətli və asan olacaqsınız. Dostlar, tanışlar, qohumlar işlərinizə qarışmağa çalışacaqlar və bu çox faydalı olacaq. Bir çox qız bürcü işdə uğur qazanmaq üçün çatışmayan cəhətləri öyrənə biləcək. Günün ikinci yarısında yaxınlarınızla ciddi mövzuları müzakirə edə biləcəksiniz. Əgər impulsiv sözlərdən və hərəkətlərdən çəkinsəniz, çoxdan mövcud olan ziddiyyətləri sıralayacaqsınız. Tərəzi bürcü 20 Mart 2025-ci il. Günün başlanğıcı çox rəvan getməyəcək, lakin hər şey tez bir zamanda düzələcək. Ev işlərinə daha diqqət yetirməli, yığılmış ev işləri ilə məşğul olmalı, yaşlı qohumlara kömək etməli olacaqsınız. Bununla belə bu nə yorucu, nə də ağır olmayacaq. Əksər tərəzilər düzgün qərarlar verməkdə çətinlik çəkəcəklər. Ona görə də etibarlı müttəfiqlərlə məsləhətləşmək zərər verməz. Tədricən vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Dostlarınızdan və ya sevdiyiniz adamdan xoş sürprizlər ola bilər. Axşam qonaqları qəbul etmək üçün idealdır. Əqrəb bürcü 20 Mart 2025-ci il. Ən asan gün deyil. Diqqətinizi vacib olana cəmləməkdə çətinlik çəkəcəksiniz. Ona görə də böyük layihələrə başlamalı, mühüm qərarlar qəbul etməməlisiniz. Heç yerə tələsməyin. Yaşlı qohumların və ya təcrübəli dostların məsləhətlərinə laqeyd yanaşmayın. Avtomobil sürəcək əqrəblər özləri ilə etibarlı bir yol yoldaşı götürməlidirlər. Yaxın insanlarla ciddi məsələləri müzakirə etməməlisiniz. Bir-birinizi başa düşmək çətin olacaq. Heç kim təslim olmaq istəməyəcək. Gücü bərpa etmək üçün axşam sakit və tanış bir mühitdə keçirilməlidir.
Oxatan bürcü 20 mart 2025-ci il uğurlu gündür. Uzun müddətdir həllini tələb edən bir çox vacib ailə məsələlərini həll edəcəksiniz. Bəzi oxatanlar yaşlı qohumlara kömək etmək üçün işlərini bir kənara qoymalı olacaqlar və bu onlarla münasibətlərinə yaxşı təsir edəcək. Sizə faydalı məsləhətlər veriləcək və ya düzgün fikirlər düşünməyə sövq ediləcəksiniz. Cazibədarlığınız ətrafınızdakilardan gizlənməyəcək. Günün ikinci yarısı dostlarla görüş və yeni tanışlar üçün əlverişlidir. Çox güman ki, uzun müddət davam edəcək, çoxlu sevinç gətirəcək romantik bir hekayəyə başlaya bilər. Oğlaq bürcü 20 mart 2025-ci il olduqca uğurlu gündür. Bununla belə məsuliyyətlərinizə laqeyd olmamalı və planlaşdırılmış işləri hətta darıxdırıcı görünsələr də sonraya qoymamalısınız. Xüsusilə ailə üzvlərindən kömək istəsəniz, ev işlərinin öhdəsindən uğurla gələcəksiniz. Bəzi oğlaqlar günün ilk yarısında biraz təmkinli olacaqlar, lakin bu tezliklə keçəcək. Şəxsi həyatınızla bağlı narahatlıqlar ola bilər. Narahatlıqlarınızı sevdiyiniz insanla müzakirə etməyin zərəri yoxdur. Narahat olmaq bəzi uzun müddətdir davam edən fikir ayrılıqlarını həll etmək və aranızdakı bağı gücləndirmək üçün əsl səbəb olmadığını görəcəksiniz. Dolça bürcü 20 mart 2025-ci il olduqca uğurlu gündür. Yaxınlarınız bütün işlərinizdə sizə kömək edəcək. Buna görə də heç bir xüsusi problem olmadan işlərinizin öhdəsindən gələ biləcəksiniz. Dolçaların əksəriyyəti yaxşı xasiyyətli və nikbin olacaqlar. Ona görə də xırda problemlər onların əhval-ruhiyyəsini pozmayacaq. Sizə kiçik, lakin qiymətli hədiyyələr veriləcək. Nüfuzlu insanlarla faydalı əlaqələr qurmaq və uzun müddətdir davam edən əlaqələri yeniləmə imkanı yaranacaq. Günün sonunda həssaslığınız və təəssüratlarınız artacaq. Ancaq biraz fikirləşdikdən sonra başa düşəcəksiniz ki, hər şey o qədər də ciddiyə alınmamalıdır. Balıqlar bürcü 20 mart 2025-ci il gününüz xeyir. Cazibədarlığınıza qarşı çıxmaq mümkün olmayacaq. Uzun bir dostluğun və ya uğurlu əməkdaşlığın başlanğıcı ola biləcək yeni tanışlıqlar mümkündür. Optimist münasibət və yaradıcı yanaşma uzun müddətdir davam edən bəzi problemlərin həll yolunu tapmağa kömək edəcək. Ortaq maraqları paylaşdığınız insanlarla görüşmək üçün yaxşı vaxtdır. Bir çox balıqlar uzun müddət münaqişədə olduqları insanlarla ortaq dil tapa biləcəklər. Qarşılıqlı məmnuniyyətlə hər şeyi razılaşdıra biləcəksiniz. Axşamı ev işlərini həzr etmək daha yaxşıdır.